Qısqanclıq. Əmir İnanc Sübəhsalar Hüsaməddini yanına çağırıb danır və deyirdi. Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamların əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi 2 həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olduğunu təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizliklə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedikodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştəsfi, Mahmudabad, Bacırəvan, Bərzənd tamamilə özünü sərbəst hesab edir. Əcaba siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı? Əmir Hüsaməddini o ki lazımdır danladı, təhqir edici sözlərlə söydü, nəhayət Hüsaməddin də icazə istəyib danışdı. Əmirin buyurduqlarının hamısı doğrudur. Məmləkətdə başsızlıq hökm sürməkdədir. Şəhərlərdə, kəndlərdə məmurların döyülüb qovulduğunu da görməkdəyik. Lakin bunların hamısı üçün bizi təqsirləndirmək qismən haqsızlıq, qismən də vəziyyətdən xəbərdar olmamaqdır. Eşikdə baş verən fitnələrin zəminəsi saya içərisindən qoyulmasaydı, biz fitnəçiləri çoxdan bəri əldə edərək cəzalandırardıq. Əmir acıqlandı və oturduğu yerdən qalxıb soruşdu. Fitnənin zəminəsi saray içərisindənmi doğulur? Bəli, saray içərisindən doğulur. Bir halda ki, Fəxrəddinlər yaxın günlərə qədər bütün vaxtını saraydakı cariyələrlə keçirirdi, bir halda ki, Əmir Dilşadı Fəxrəddinlərə vədə verib hər gün öz yanına çağırırdı. O zaman biz fitnəçiləri və qarətçiləri hansı tədbirlərlə əldə edə bilərdik? Bir zamanda ki, Əmirin əzəmətli qızı Qətibə xanım yoxsul bir şair ilə əlaqə saxlayır, ona ərə getmək istəyir. Bir zamanda ki, Əmir həzrətlərinin özü və möhtərəm xanımı da haman şairlə bir süfrədə nahar meyli buyururlar. O zaman eşikdə olanlar nə iş görə bilər? Biz fitnəçiləri tutub həbsə almaq istəsək, əvvəlcə Emirin sarayından başlamalıyıq. Xəlifəyə məktub göndərilməsi xəbərini saraydan Fəxrəddinə xəbər verməsəydilər, xəlifənin qasidinə belə bir rüsva edici fəlakət üz verməzdi. Əmir təəccüblə sual verdi. Saraydan xəbər verməsəydilər? Bəli, saraydan Fəxrəddinə bu barədə məktub göndəriblər. Onu sən sübut edə bilməzsən, özünü təmizə çıxarmaq üçün başqalarına çirkab səpmə. Əmir həzrətləri öz nökərlərinə inanmalıdırlar. Hüsaməddin bunu deyərək əlini qoynuna apardı və bir kağız çıxarıb Əmirə uzatdı. Buyurun, oxuyun. Əmir kağızı alıb ucadan oxudu. Mənim ruhum Dilşad. Yazdığın məktub yetişdi. Sifarişlərini də aldım. Sənə göndərilən məktuba inanma. Təfsilən yaz görüm orada nə eşidibsən. Mən heç bir zaman səni atmayacağam. Fəxrəddin. Əmir Hüsaməddinə sual verdi. Bu məktub sənin əlinə haradan düşdü? Məktubu Qətibə xanımın cariyəsi Səba gətiribdir. Sənin əlinə nə üçün düşüb? Səba xanım Əmirə olan sədaqətini göstərmək istəmişdir. Məktubu sizə təqdim etmək üçün mənə vermişdir. İndi Əmir həzrətlərinin özü bizim vəziyyətimizi mühakimə etsin. Eşikdəki nökərlərimiz nə edə bilərdi? Bütün fitnə və fəsadların səbəbi haman Fəxrəddin və onun yoldaşı Nizamidir. Onların özləri bir kərə Azərbaycan xalqına müraciət edib sakit olun desəydi, məmləkətdə bir nəfər belə cınqırını çəkməyə cəsarət etməzdi. Əmir Hüsaməddinin söz arasında başqa bir söz demək istədiyini və onun qısqandığını dərhal hiss etdi. Ağlını başına yığ, ərə getmək quru bir sözlə olmaz. Bizim qızımız ərə getdiyi zaman Bağdadın və xəlifənin xəbəri olmalıdır. Bunların hamısı mənim apardığım müəyyən bir siyasətin nəticəsidir. Sən bilirsən ki, Dilşadın da Qətibənin də məsələsi həll edilmişdir. Dilşad yaxında xəlifə üçün hədiyyə göndəriləcək, Qətibə isə xoşbəxtliyini səninlə quracaqdır. Ona əmin ola bilərsən. Fəxrəddin artıq Dilşadı görə bilməyəcəkdir. Dilşadı bu məktubdan qabaq həbs etdirmişəm.
Sənin özün bilirsən ki, bizə kömək gələcək yer yoxdur. Buna görə də qoşun gücü və cəza qanunları işlədə bilmirik. İndi yeganə bir çarə varsa, o da müdarə etmək və vaxt qazanmaqdan ibarətdir. Get işlərinə diqqətlə bax, cariyəm Səbah xanımı yanıma göndər. Hüsaməddin baş endirib getdi. Əmir isə onun dalınca acı-acı gülərək dedi. Axmaq və xəyalpərəst adam, mən qızımı hər sənin kimi sərkərdəyə vermək istəsəydim, Fəxrəddin kimi bir qəhrəmana verib öz hakimiyyətimi də onun vasitəsilə möhkəm edə bilərdim. Lakin mən bir məmləkətin hökümdarına layiq olan qızımı hər küçə adamına ərə vermərəm. Səbah xanım tovuz quşu kimi bəzəkli bir halda içəri girdi. O cürbəcür macəralarla əldə etdiyi qiymətli daşlarını, inci və mərcanlarını üstünə tökmüşdü. Əmir Səbah xanımı birinci dəfə idi ki, görürdü. Əmir onun enli ağ çöhrəsinə, qara və mağrur gözlərinə, iki gül yarpağı kimi bir-birinin üstünə düşən dodaqlarına, almazlar içərisində şəfəqlənən incə əllərinə, yaşıl zümrüddən xal-xal taxmış zərif topuqlarına baxdıqca qanı qaynadı və öz-özünə. Nə qədər zəngin bir gözəlliyə malikdir, dedi, qalxıb döşəyin üstündə özünü düzəltdi və irəli gəl gözəl qız, deyə onun əlindən tutub özünə tərəf çəkdi. Zaten Səbah xanım Əmirin hüzuruna dəvət olunduğu vaxt həmin bu arzunu daşıyırdı. Bunun üçün də bəzənmiş və zəngin daşlarını üzərinə tökmüşdü. Səbah xanım Əmirin bu qədər dərin məhəbbətini gördüyü və arzusuna çatdığı zaman özünü saray cariyələri içərisində birinci xoşbəxt hesab edirdi. Çünki Əmir ancaq nadir və fövqəladə gözəlliyə malik olan cariyələrlə əlaqədə olardı. Həcə müfid əlində aftabarlayan Əmirin otağına girdiyi zaman saray cariyələri Səbah xanımın böyük bir şərəfə nail olduğunu yəqin edir və dəhlizlərdə gəzib Səbah xanımın Əmirin otağından çıxacağını güdürdülər. Həcə müfid vəzifəsini bitirib əlində aftabarlayan eşiyə çıxdığı zaman Əmir inanc bir daha Səbah xanımın dodaqlarından öpərək deyirdi. Sən mənim cariyələrimin içində ən sevimli və gözəl bir qızsan. Bundan sonra bu kimi şərəflərə tez-tez nail olacaqsan. Ələ gətirdiyin məktubla mənə böyük bir xidmət göstərdin. Hər gün görüb və öyrəndiklərini gəlib mənə məlum edərsən. Sənin üçün əlahiddə bir bina hazırlanmasını əmr edəcəyəm. Sənə kənizlər, qulamlar və xidmətçilər hədiyyə veriləcək. Sənin üçün başqa bir saray düzəldəcəyəm. Əmirin bu sözündən sonra Səbah xanım özünə məxsus bir sənətkarlıqla qolunu gözlərini hail edərək hönkür-hönkür ağladı və tutqun bir səslə dedi. Əmir həzrətləri öz həqir cariyəsini başqa bir binaya atmaqla öz ziyarətindən uzaqlaşdırır. Mən isə hər saat Əmiri görmək və onun şərəfinə nail olmaq istəyirəm. Əmir bir daha onun dodaqlarından öpərək. Əmin ol, nə qədər ki bu gözəllik səninlə vardır, Əmirin hüzurunda qazanmış olduğun şərafət də səninlə vardır. Lakin sən bilirsən ki, saray həyatının içərisində hər şeydən artıq həsədlər, fitnələr, dediqodular vardır. Səni bunlardan qurtarmaq üçün başqa bir binada rahat yaşatmağı düşünürdüm. Özüm isə daima sənin xaliquladə olan təbiətinin tamaşasına çox tez-tez gələcəyəm. Səbah xanım Əmirin dediklərindən yenə də razı qalmadı, çünki o macərasız, dediqodusuz, fitnə və fəsadsız yaşaya bilməzdi. O gözəl olduğu qədər də macəraçı və iftiraçı idi. O bir gündə olsa böhtan və iftira toxumadan yaşaya bilməz. Əmir isə onu sarayda saxlamağı imkan xaricində bilirdi, çünki bu hadisədən sonra qadını Safiyə xatunun da məsələyə müdaxilə edəcəyi və Əmirdən narazı qalacağı şübhəsiz idi. Xüsusən Səbah xanımdan daha əvvəl Əmirin Səbah xanıma verdiyi şərəfə nail olmuş başqa cariyələr də var idi. Onlar heç bir vaxt Səbah xanımın Əmirin sarayına dünən gəlməsinə baxmayaraq bugün böyük şərəf qazandığına soyuqqanlılıqla baxa bilməyəcəkdilər. Lakin bu cür fikirlər Səbah xanımı heç də qorxutmurdu. O hər necə olursa sarayda yaşamağı və üstün bir ad daşımağı düşünürdü. O bilirdi ki, Əmirin xüsusi binalarda yaşayan cariyələri həbsxana həyatı keçirirlər. O sarayın qüliqallı və macəralarla dolu olan həyatını xüsusi binalara, qulamlara, cariyələrə, kənizlərə dəyişmək istəmirdi. Səbah xanım hələ Əbül-Ülanın evində yaşadığı vaxt qüliqallı və macəralar içindən süzülüb çıxan həyata öyrənmişdi. O Əbül-Ülanın özü və qadını Cahanbanu xanımın xəbəri olmadan onların kiçik qızları Mahtab xanımı bir neçəsinə nişanlandırıb hamısından zəhmət haqqı almışdı. Eyni zamanda Mahtab xanımın özü də Səbah xanımın macərasından xəbər tutmamışdı. Səbah xanım Əmirin sarayına gəldiyi zaman özü üçün həm şöhrət, həm də böyük sərvət qazanmağı düşünürdü. O Əmirin qızı Qətibəni də Əbül-Ülanın qızı Mahtab xanım kimi istədiyi adamlara göstərmək və istədiyini almaq fikrində idi. Buna görə də onun üçün sarayda yaşamaq xüsusi bir binada yaşamaqdan əlverişli idi.
Xüsusən əmir tərəfindən sevildiyini və şərəfə nail olduğunu görüncə onun şöhrət və sərvət əldə etmək arzuları yeni bir qüvvətlə alovlanmağa başladı. Lakin təzə binaya köçürülmək məsələsi Səbah xanımı çıxılmaz bir çərçivə içərisinə salmışdı. Onu ancaq Qətibə bu məngənədən çıxara biləcək idi. Lakin ona ümid bağlaya bilmirdi, çünki Nizaminin adından Qətibəyə yalan məktub gətirdiyi gündən bəri Qətibənin gözündən düşmüşdü. Səbah xanım bu acı düşüncənin təsiri altında ilan kimi qıvrılırdı. Lakin yenə də öz qəlbində Qətibəni aldatmaq çox da çətin deyil. Qəlbini bir sevgiyə verən qızlar öz ağıllarını da verirlər. Ağılsızları isə aldatmaq asandır, dedi. Səbah xanım əmirə baş endirib otaqdan çıxdığı zaman əmir də onun boy-buxununu nəzərdən keçirərək öz-özünə deyirdi. Kişilər şəhvətlərinin, qadınlar isə quru şöhrətin əsiridirlər. Mən yüzlərcə bədbəxtin cərgəsinə birisini də əlavə etdim. Mənim əlaqədə olduğum cariyələr qadının tərəfindən bir cinayətkar kimi təqib olunurlar. Səbah xanım əmirin otağından uzun və geniş bir dəhlizə çıxdı. O qiymətli xalçaların üzərindən məğrur qədəmlərlə keçdiyi zaman orada qəribə bir mənzərəyə təsadüf etdi. O ancaq dəhlizdə yeridiyi zaman hərəm həyatının bəzi şəkillərini görməyə başladı. Hərəmdə və sarayda yaşayan cariyələrin hamısı başını qapının arasından çıxarıb Səbah xanıma baxırdılar. O dəhlizin hər iki tərəfindən ona zillənmiş gözlərin müşayiəti altında ötüb keçirdi. Cariyələrdən bəziləri isə dəhlizdə gəzir və öz aralarında nə isə danışıb gülüşürdülər. Bunların içərisində Səbah xanımdan daha əvvəl əmirin şərəfinə nail olmuş iki gözəl cariyə də var idi ki, onlardan birisi ərəb qızı Zəbiyan, ikincisi isə İsfahandan alınmış Gülpeykər xanım idi. Səbah xanım dəhlizin yarısını getmişdi ki, birdən-birə gürultulu bir qəhqəhə səsi eşitdi. Gülənlər qapılanın arasından baxan cariyələr idi. Bu qəhqəhələr Səbah xanımı yerindən tərpədə bilmədi, çünki bu qəhqəhələrin bir həsəd nəticəsində doğulduğunu bilirdi. O bu qəhqəhələri eşitdikdə özündə bir üstünlük hissi duyur və qürurunu daha da artırırdı. Dəhlizin yarısında Gülpeykər xanım sağdan, Zəbiyan xanım soldan Səbah xanıma yaxınlaşdılar. Əvvəlcə Zəbiyan xanım ona sual verdi. Xanım şərəfə nail ola bildimi? Səbah xanım cavab vermədi, məğrur-məğrur onların üzünə baxaraq keçib getmək istədikdə Gülpeykər xanım ona sual verdi. Böyük xanım şərafətə nail oldu mu? Səbah xanım onun sözünü cavabsız buraxmayaraq şərəfi ancaq şərəfli olanlar qazana bilərlər, dedi. Bu zaman qızların birisi Səbah xanımın sağ, o birisi isə sol əlindən tutub o biri əllərlə də onun nazik çöhrəsini cırmaqlamağa və didməyə başladılar. Onun boynunda və başında olan zinətləri qırıb yerə tökdülər. Üstündəki qiymətli və qumaş libasları cırıb dağıtdılar. Onlar Səbah xanımın üzünü didib cırmaqladıqca qapıların arasından baxan cariyələrdə bir əlini o biri əlinə vurub. Bir də, elə ha, deyirdilər. Səbah xanımın qışqırtısına bütün saray xalqı dəhlizə yığıldı. Qışqırtı səsinə əmirin qadını Safiyə xatun və qızı Qətibə də dəhlizə gəldilər. Səbah xanımın yanaqları və dudaqları cırılmışdı. Gözlərini və göz bəbəklərini cırmaqlamışdılar. Bir neçə qulam və xəcə müfid Səbah xanımı cariyələrin əlindən alıb apardığı zaman belə yenə onlar Səbah xanımdan əl götürməyərək vururdular. Ayıltmaq və yaralarını bağlamaq üçün həkimin yanına apardılar. Zəbiyan xanımla Gülpeykər xanımı da hərəm həbsxanasına apardılar. Bu qədər rüsvayçılıqdan və çığır-bağırdan sonra əmir yenə də qadını Safiyə xatun və qızı Qətibənin yanında bəraət qazandı. Safiyə xatun əmirin otağına girib acıqlandı. Sən bu rüsvayçılıqdan nə zaman əl götürəcəksən? Əmir də məsələni layiqincə öyrənmək lazımdır, dedi. Hansı məsələni? Namuslu cariyə böyük bir xəyanətin üstünü açıbdır. Dilşad sarayda olan bütün sirləri yazıb Fəxrəddinə göndərirmiş. Al oxu gör Fəxrəddin ona öz məktubunda nə yazır. Əmir məktubu çıxarıb Safiyə xatuna verdi və əlavə etdi. Namuslu qız məktubu mənə təqdim etmək üçün yanıma gəlmişdi. Onu burada saxlayıb müəyyən tapşırıqlar verirdim. Qətibə bunu eşidəndən sonra ağladı. Yazıq və bədbəxt cariyəm deyərək onu yoxlamaq üçün həkimxanaya qaçdı.